Salam millət, hər vaxtınız xeyir olsun. Hər birinizi salamlayıram uşaqlar. Hər birinizi xoş gördük. H4FX-də yenə də millət bu günlərdə maraqlı bir videodur. Videonu əvvəlcədən bəyənirik uşaqlar, çünki bəyənilməli videodur millət. Açıq Telegram kanalımız. Bütün linkləri aşağıda saxlamışam. Videoya keçməmişdən qabaq Forex, Futures, hansını istəyirsən, hamısı aşağıdadır uşaqlar. Və hamısında da skitka var sizin. Skitka aksiya deməkdir uşaqlar, yəni endirim olacaq hər bir linkdə. Bütün müraciətlər isə sadəcə Instagrama eləyirik. H4FX və yaxud da milyoner fərq eləmir uşaqlar. H4FX eləsəz daha yaxşı olar, çünki artıq bizdə trading sahəsinə tam olaraq H4FX baxır. Uşaqlar, hal-hazırda mən sizə göstərəcəm analitikanı. Yəni analitikanı boş verməyin. Tam olaraq başdan ayağa baxmaq lazımdır. Analitikanı boş verirsənsə, sən boş-boş burada vaxt itirirsən. Yəni buna fikir vermək lazım, çünki Elliotla işləyirik və Elliot böyük balinaların işlədiyi sistemdir. Biz baxaq bir dənə keçək öz Telegram kanalımıza, artıq böyüyürük yenə də. Bir udar gəldi, sonra getdi, təmizləndi, sonra yenidən adamlar gəlir. Bilirsiniz necədir? Birdən-birə patok gəlir, patokun içində 80% boş adamlar olur. Hansı ki, bilmirlər özləri də nə istəyirlər. Onların içində seçilmişlər qalır, artıq başlayırlar özlərinə məqsəd qoyub, nə dərsə eləməyə və az milyoner istə belə böyümüşdü uşaqlar, artıq 12 mindən çoxdur orada abunə. Burada isə hələ ki, bu qədər də eybi yox, bizə çox adam lazım deyil, bizə keyfiyyət lazımdır və bu bazarda da keyfiyyətli adamlar azdır və burada pul qazanan adam da azdır. Bunu isə mən sizə açıq aydın göstərirəm, götürün. Yararlanın, linki də aşağıda saxlamışam, birbaşa keçid elə, yəni hansısa bir qayda yox, qanun yox, necə istəyirsən elə deyil. Bu videoda mən qalibi göstərirəm, yəni burada bizdə konkursun qalibidir dostum, bizə Instagramda yaza bilərsən və bizdən öz mükafatını apara bilərsən. 50 dollar pul qazanmısan, çünki sən şərh yazmısan, kanala dəstək olmusan və bizə abunə olmusan. Çox sağ ol, təşəkkür edirəm sənə, var olasan. Gələn videoda dostum sən baxırsan indi bu dəqiqə mənə. Sən də qalib ola bilərsən və qazana bilərsən. Bu 50 dollar sadəcə sənin üçün mükafatdır. Burada sənə göstərilənlər sənin həyatını tam olaraq qaydasına qoyacaq bir şeylərdir, hansı ki öyrənməlisən. Yəni 50 dollar bu elə belə bonusdur sizin üçün, hansı ki paylaşıram mən və bundan xoş enerji alıram. Demək millət, biz görürük ki burada paylaşım var. Aha, H4FX bildiriş gəldi. Bildirişi qoşmaq lazımdır millət. 324 nəfər bildirişi qoşub sırazu giriblər, baxıblar və burada reaksiyalar azdır. Sizin reaksiyalarınız millət baxırsınızsa reaksiyaları qoymaq çox asandır. Yəni bu sizin heç bir vaxtınızı almır. Sizin uğurunuz ilk olaraq buradan başlayır. Yəni burada reaksiya bildirmək lazımdır. Mən bütün izlədiyim səhifələrdə reaksiya bildirirəm. Çünki adam əziyyət çəkir, mənim üçün göstərir və qarşılığında sadəcə bunu istəyir. Yəni bu ki heç nədir, yəni nə var burada. Amma mənim üçün böyük bir motivasiyadır, bura dolu olsa eyb yox. Yaxşıdır, çox sağ olun, burada neçə nəfər var, hər birinizə təşəkkür edirəm, ürəksiz. Əziyyət çəkmişsiniz, yəni o knopkanı basmışsınız, çox sağ olun. 2-6 iyun Forex və kriptovalyuta bazarlarında texniki analiz. Bu paylaşımda qeyd olunan tarixlər üzrə valyuta və kriptovalyuta cütlüklərində Elliot dalğaları, struktur səviyyələri və texniki analiz prinsipləri əsasında hər tərəfli təhlil təqdim olunur. Yəni baxın, Bitcoin'in analizi gəlir. Bitcoin bizdə belə bir göstəriş vermişdi. Baxırıq biz H4, yəni 4 saatlıq qrafikdədir bu hal-hazırda. Keçək biz Bitcoin'ə baxaq. Biz görürük ki, Bitcoin hal-hazırda shortdadır və mənim özümün də orada əməliyyatım var uşaqlar. Futures barəsində video paylaşmışam. Orada baxa bilərsən. Malı-mala qatmıram uşaqlar. Burada bizimki bu dəqiqə göstərməkdir, yəni bildirməkdir. İnsanlar yararlansın, faydalansın. Siz də mənə kömək eləməlisiniz, videonu paylaşmalısınız və göstərməlisiniz. Buna görə sizdən heç nə tələb olunmur uşaqlar. Bu sadəcə sizə bumerang olaraq dönəcək ki, pulsuz kanaldan, insanlara fayda verən kanaldan kiminsə xəbəri oldu. Bitcoin, keçirik biz, baxırıq. Bitcoin'də nə var idi bizdə? Görürsünüzmü? Aşağı gedişat göstərilmişdi. Baxın, Bitcoin, özümə əməliyyatım var. 618 zonalarına 101 783. Hal-hazırda hardadır? 103 926-da millət. Hal-hazırda Bitcoin göstərilən tərəfə yönlüdür. Bu da bizim öz göstərişimiz və biz düşünürük ki, bazar belə bir hərəkət eləyəcək. Bu yatırım məsləhəti deyil. Amma bu sizə nəyisə bildirməkdir. Yəni heç olmasa böyük investorların hansı tərəfə yönlü olduğunu bilməkdir. Bu nədir? Bu Elliot dalğaları nədən ibarətdir? Yəni uşaqlar, burada 1-ci, 2-ci, 3-cü dalğa var. 4-cü, 5-ci dalğa var və ABC dalğası var, korreksiyonlu dalğa. Bunları təlimlərdə öyrədirəm. Millət, siqaretə, içkiyə, zirzibilə xərcləməyin. Belə şeyləri gəlin öyrənin. Özünüzdə bilik olsun.
ən azından orada burada kimsə danışanda sizin savadınız olsun bu barədə. Elliot dalğaları işlək sistemdir. Düzdür, siz hər gün 100 dənə əməliyyat aça bilməyəcəksiniz, amma açdığınız əməliyyatlar uğurlu olacaq. Aşağıda prop şirkəti də saxlamışam, hansı ki siz 50 dollarla 5000 dollarlıq hesab götürə və öz pulunuzu riskə atmadan əməliyyatlar aça bilərsiniz. Yəni bu demo hesab deyil. Orada siz real hesabdasınız. Sadəcə 50 dollarla dostlar 5000 dollarlıq hesab götürə bilirsiniz işlətmək üçün. Aydın olur sizə. Söhbətimiz ondan deyil bu dəqiqə. Kimə maraqlıdsa Instagramda yazır, mənə məlumat alır. Videonu da saxlamışam. YouTube-da var. Burada H4FX-də saxlamışıq. Milyonaristi izləyin uşaqlar. Oranı da izləyin. Orada da sizin üçün motivasiya olacaq. Görürsünüz, Bitcoin bizdə aşağı gedir. Bitcoin göstərib 4-cü dalğa, 4-cünü görmüşük biz. 4-cümüz tam olaraq təsdiq olmayıb. Təsdiq nəyə görə? Millət, baxın. Əgər bizim 4-cü dalğamız 1-ci dalğadan yuxarı keçərsə, burada Elliot yoxa çıxacaq. Burada anomaliya baş verir. Bazara bilinməyən bir oyunçu girdi, hansısa bir nəsə, arada Elliot özünü doğrultmaya bilər. Amma bu normaldır. Sizin stopunuz qoyacağınız yeri bilirsiniz. Yəni, məsəl üçün, stopumu mən, deyək ki, əgər stop lossla işləyirsinizsə və yaxud da ki, mexaniki olaraq hansısa bir əməliyyat açırsınızsa, siz bu sahədən yuxarıda öz stop lossunuzu qoya bilərsiniz ürəyinə. Nəyə görə? Çünki Elliotla işləyirsinizsə, bir dənə strategiya götürüb o ilə işləyirsiniz. 50 dənə strategiya ilə girməyin. Məsəl üçün, Elliotdursa, Elliotdur. Əgər Elliot yoxa çıxdısa, eybi yox, qoy sən stop eləsin, bağlasın. Amma Elliot çox vaxt işləyir. Yəni, bu işlək sistemdir. Arada uğursuzluqlar var, amma normaldır. Neçə həftədir mən paylaşıram, hələ ki, necə göstərirdi elədir, yəni. Baxa bilərsiniz tarixə. Bir, ikincisi də ki, time frame'lərə fikir verin, ha. Əgər mən D1-də bunu paylaşmışamsa, D1-ə uyğun əməliyyat uzatın. Çünki sən aşağı time frame'lərə yendə, orada 15 dəqiqəlikdə falan dala korreksiya falan göstərə bilər. O korreksiyaları mən izolə ilə götürürəm, ayrı-ayrı açmaq üçün, Forex-dəki kimi. Aydın olur sizə. Yararlana bilirsiniz bundan uşaqlar. Sonra baxaq biz. İkinci nə var idi burada? Bizdə Ethereum da var idi. Ethereum. Baxaq görə Ethereum'da görürsünüzmü? Hansı? Gündəlik qrafik, day 1, bir günlük qrafik. Uşaqlar baxın. Burada nə var? Burada biz görə bilərik ki, 3 dəfə bizdə toxunuş olub. 3-cü toxunuş daha yuxarıda olub. Eyni səviyyədə olmayıb. Eyni səviyyədə olsaydı və yaxud da ki, biraz aşağı olsaydı, buradan çox güclü bir impuls biz aşağı görə bilərdik. Amma burada söhbət ondan gedir ki, 3 dəfə dəyib və 3-cü daha yuxarıda olub. Manipulativ burada stopları və yaxud da ki, böyük lot açanları qırmaq üçün bunu yuxarı manipulyasiya kimi göndərə bilərlər. Amma söhbət ondan gedir ki, 618, 28-43.26 zonası görülməyib. Yəni, bunu hələ də bizim Elliot'umuz optimal olaraq bir variant kimi saxlayır ki, bu qiymət korreksiya verib ora dönə bilər. Aydın olur sizə. Bu riski alırsansa, sən artıq indidən əməliyyat açırsan, məsəl üçün. Amma riski almırsansa, sən gözləyirsən. Məsəl üçün, 1 saatlıq time frame-ə keçəndə mənim Elliot'um göstərir ki, 1 saatlıq time frame-də hələ yuxarı korreksiya ola bilər. Mən nə edəcəm? Hal-hazırda girəcəm, öz short əməliyyatlarımı bağlayacağım və saatlıqla trade eləyirəmsə, saatlığa uyğun Elliot'umda longumu açacağam. Məsəl üçün, Bitcoin-ə keçid alsaq, baxsaq biz görürük ki, burada hələ də yuxarılara saatlıqda korreksiya gözlənilir. Amma burada long açanların sayı çox olduğuna görə onları oyundan çıxartmaq məcburiyyətindədir market makerlər. Və bu onların işidir. Sizin pulunuza sahib çıxmaq. Heç kim burada sizin pul qazanmağınızı istəmir. Burada isə biz görürük ki, burada bir sahə var, hansı ki bu sahə aşağı keçid alıb, qırılıb. Bizim üçün nə lazımdır uşaqlar? Burada bu hal-hazırda bildiyin short gedir. Yəni, burada belə bir sahə var. Bu sahədən korreksiya, aydın olurmu sizə? Bu artıq buranı qırıb, buradan aşağı keçib və burada bu bərkiməlidir, yuxarı getməlidir. Əgər bu sahələrə biz getmək istəyiriksə və yaxud da ki, buranı qırıb aşağılarda artıq bərkiyərsə, deməli, əgər bizim B səviyyəmiz gəlib bizim 5-dən aşağı keçərsə, vəssalam, bu artıq Elliot sayılmır. Millət, bunların hamısını mən sizə göstərirəm, bildirirəm. Millət, baxın. Sonra XRP-də göstərmişəm. Deyək ki, XRP hansı time frame? 4 saatlıq XRP-yə baxaq. XRP 4 saatlıq time frame hansı ki, bizə short mövqe göstərir. Ancaq biz keçid alsaq görsək H1-də, H1 time frame-ində biz C dalğasının, necə deyirlər, korreksiyon bir dalğa olduğunu görə bilərik. Böyük time frame-də isə
biz burada sadəcə short görürük. Yəni uşaqlar, time frame ilə işləməyi bacarın, time frame-ə görə əməliyyat açın. Ondan sonra Elliot'unuz sizi uğurlu edəcək. Ona xəyanət eləməyin. Əgər Elliot'la gedirsinizsə, Elliot'la da açın. Burada bizdə XRP-dir və XRP-də biz belə bir gedişat görürük. Burada 4 saatlıq time frame, burada day 1, yəni bir günlük və biz burada görə bilərik ki, yenə də 4 saatlıqda bizdə belə bir short mövqe göstərir, hansı ki qiymətin 1.85-08-lərə gələcəyini zənn edir. Yəni bu yerləri götürür. Bu Elliot hardan əmələ gəlir? Millət, məndə bu versiya premiumdur və mən buna pul ödəyirəm. Bu bir neçə indikatorların hansı ki Elliot'u gətirib çıxardır. Bundan əmələ gəlir. Bunu mən heç bir şey eləmirəm. Mən bunu sadəcə qoşuram, mənim üçün artıq hazır şəkildə bunu gətiriblər. Yəni verirlər. Amma mən bunu akademiyada necə işləyə bilərsiniz, necə Elliot'u tapa bilərsiniz deyə təlimləri sizə keçirəm, öyrədirəm uşaqlar. Yəni bunu özünüz də eləyə bilərsiniz, yəni pul ödəmədən. Mənim sadəcə artıq o vaxtlarım keçib. Mən imkanım çatır bunu özümə rəva bilməyə, ona görə də mən buna yatırım eləyirəm. Çünki bu mənə öz pulunu qazandırır. Yəni heç bir problem yoxdur burada. Və bunu sizlə açıq bir şəkildə paylaşıram. Uşaqlar, sonra dolların indeksi var, bizdə görürük ki, burada DXY 4 saatlıq, baxaq bir dənə DXY-yə 4 saatlığa və DXY-da biz belə bir görüntünün şahidi oluruq. Yəni görürsünüzmü? DXY 4 saatlıq hal-hazırda bizdə belə bir görüntü verir. Burada bizdə ikili toxunuş olub, yenə də bizdə bir toxunuş var. Keçək biz balaca time frame-ə baxaq. Burada Elliot, məsəl üçün, yoxa çıxa bilər. Hansı təqdirdə hal-hazırda siz gördüyünüz bu aşağı qırarsa, artıq 5-dən aşağılar, bu artıq Elliot dəyişəcək, başqa şey olacaq. Bu Elliot olmayacaq. Bu Elliotdursa, özünü göstərməlidir. Görürsünüz, H1-də artıq C dalğası olub. Burada heç bir Elliot forması yoxdur. 4 saatlıqda biz baxanda isə Elliot'un davam etdiyini görə bilirik. Və biz burada görə bilərik ki, məsəl üçün, daxili Elliot da olub burada və hal-hazırda biz A, B, C nöqtələrini görmək istəyəcəyik. Bu isə dolların qalxışı deməkdir. Sonra bizdə hansı analiz olmuşdu, Eurokad olmuşdu bizdə. Short mövqe, Eurokada baxaq. Hansı time frame dəqiq olmalıdır, siz də baxmalısınız time frame-ə və belə bir şey görə bilərik. Görək Eurokad necə özünü aparıb. Bizdə burada 15 dəqiqəlik time frame. Görürsünüzmü? Yuxarı korreksiyaları göstərirdi, sahələri 56, 0.67. Görək oralara gedibmi? 56, 0.6, hətta daha yuxarılara gedib C dalğasını burada bağlayıb. Burada siz stop ola bilərdiniz. Əgər siz birbaşa əməliyyatı aşağı açmışdınızsa, burada sizi stop eləyəcəkdi və siz oturub yenidən Elliot'un formalaşmağını gözləməli idiniz. Əgər Elliot'la işləyirsinizsə. Görürsünüzmü? Arada elə olur ki, məsəl üçün, yüngül qiyməti yuxarı qaldırmaq istəyirlər. Hansı ki, çox insan o tərəfə yönlüdür. Yəni, belə olanda yüngül, o yan bu yan olur. Amma Elliot tam olaraq məhv olmamalıdır. Elliot'un sahələri var. Mən sizə onu demişəm. Məsələn, birinci dalğa, ikinci dalğa, düzdürmü? İkinci dalğa birinci dalğanı keçməməlidir. Sonra üçüncü dalğa, dördüncü dalğa, dördüncü dalğa birinci dalğanı keçməməlidir. Beşinci dalğa sonra gəlir ABC. Aydın olurmu? Sonra bizdə burada nə var idi? Fund GPI var idi bizdə. Fund GPI-da nə var? Hal-hazırda 15 dəqiqəlik time frame-də bizdə A dalğasını çəkmək istəyir. A, B, C sonradan əmələ gəlir. Baxaq biz burada nə göstərmişdi bizə? Fund GPI. Fund GPI-da bəli, 15 dəqiqəlik təhlil. Bizdə long haralardaydıq biz buralarda. Yenə də görürsünüzmü? Yenə də stop losslar götürülüb və burada artıq 5-ci dalğanı çəkib. Amma yenə də bura millət, Elliot'la işləyirsinizsə, investisiyanızı yüngül az eləyirsiniz və özünüzə, görürsünüzmü, pillələr verir sizə.
hər pillədən əməliyyatı artırmaq üçün özünüzə imkan yaradın və stopunuzu tam yuxarıda qoyun ki, müəyyən məbləğ mən bunu stop eləyəcəm. Elliot yoxa çıxdı. Çünki Elliot özünü doğruldana kimi uşaqlar yüngül aşağılara buraxmalar olur. Onu da siz gözünüzlə götürməlisiniz ki, aha, bax, məsəl üçün 4-cü dalğa 1-ci dalğanı keçməməlidir. Deməli, 4-cü dalğa hara qədər uzana bilər? Buralarda da özünüzdə biraz götürür. Buralarda sahə var. Deməli, yəni daxili ilə işləmək yuxarıdan deyək ki, Elliotla işləmək istəyirsiniz. Mən sizə deyirəm, baxın, bu dalğa bu dalğanı keçməməlidir. Məsəl üçün bu dalğa gəlib uzana bilər buralara kimi. Biri keçməyib baxın, düzdürmü? Buralara kimi də uzana bilər. Yəni özünüzə bu sizə zaten göstərir ki, 4 burada bitib. Bitməsə, bu bir neçə dənə görə burada var elə bir. Görürsünüzmü? Yenə də bir neçə dənə göstərir sizə. Bunları mən sizə orada çəkib qoymuşam. Yəni bunların hamısını göndərmişəm sizə. Deməyin ki, məndə yoxdur. Göndərmişəm. Yəni burada da hamısı USD frank. Görürsünüz 4 saatlıq təhlil. USD frank. 4 saatlıq təhlilə baxaq. 4 saatlıq təhlil və bizdə belə bir mövzu var. Burada düşüşdə deyə bilərsiniz ki, aha, yüngül o analizdən sonra məsəl üçün düşüş olub. Bəli, düşüş ola bilər, amma 5-i keçməmişik biz burada. Aydın olur sənə. 5-i keçsək, bəli, Elliot burada artıq yoxa çıxır. Biz burada manipulyasiv hərəkətlər eləyəcəyik. Biz burada deyəndə siz kimi deyirəm? Böyük oyunçuları deyirəm və öz düşüncəmi, öz şuurumu onların frekansına köklüyürəm. Biz burada oyunçuları yoldan çıxardacağıq. Məsəl üçün, əgər bizdə Elliot varsa, biz onları yoldan çıxardırıq. Siz də bunun içindəsiniz. Balinaların yanında üzən adamlarsınız. Əgər mənim tələbələrim hamısı elədir. Mən tələbələri onu öyrədirəm. Sən bazara kəllə ata bilməzsən, amma bazarda böyük oyunçuların yanında hərəkət eləyə bilərsən. Çox böyük bir oyunçu olmağa da ehtiyac yoxdur, yəni o qədər pulu neynirsən sən. Çünki bu 5 keçməyib. Yüngül buraxa bilərlər. Nəyə görə buradan sənə versin ki, birbaşa burada axı orderlər var, burada stop losslar var. Bunları biraz düşünmək və qərara gəlmək lazımdır uşaqlar. Ona görə deyirəm ki, bir neçə əməliyyatla izole ilə açın, xırda-xırda tək-tək açın məsəl üçün. Və gözləyin bu diviziyonu. Sizin sadəcə stopunuz buradan 5 dalğası aşağı qırıldısa mənasızdır. Saxlayın, burada struktur qırılması var. Burada heç bir kartina yoxdur. Elliot sizi 3 gün, 5 gün, 10 gündə gözlədə bilər. Ona görə səbirli olun. Elliot'a səbir lazımdır. Sonra gəlin bir dənə də sizə Xaunu göstərim. Xau. Aha. Qızıl 30 dəqiqəlik təhlil keçid alıram. Baxıram və uşaqlar. Belə bir konfetanı görürsünüz. Aydın olurmu? Qızıl 30 dəqiqəlik təhlil. Görürsünüzmü? Şəkli göstərirəm sizə. Qiymət 3.289.700. 3.289. Baba buralardan hardasa bizdə onu göstərmişdi və wow, voila. Sənin üçün. Bu da voila. Qızıl üçün bu boyda hərəkət nə deməkdir? Millət, tənbəllik eləmirik. Götürürük, öyrənirik və təşəkkür bildirməyi də unutmuruq uşaqlar. Şərh bölməsində yazırıq və gələn həftə, gələn videoda sən konkursun qalibi ola bilərsən və bizdən $50 qazana bilərsən. Və Telegramda mütləq izləyirsən. Aşağıda linki sənin üçün saxlamışam. Çünki bazara kör girməkdənsə heç olmasa hansısa bir görüntün olsun dostum. Vso, bütün linklər aşağıda, rəsmi linklər aşağıda. Qeydiyyat eləyirik və pulumuzu qazanırıq. Hamımıza uğurlar və bolca keş. Növbəti videoda görüşərik, hələlik.